Gültəkin Hacıbəyli ilə bağlı şok fakt üzə çıxıb. Belə ki, 320 min dollarlıq əmlak haqqında iddialar yayılıb. Paylaşımda bildirilib ki, Hacıbəyli qısa zamanda cəmi 2 il ərzində oturum əldə etmək üçün 320 min dollarlıq əmlak alıb. Paylaşımda bu ifadələr də yer alıb. Deyəsən, bəzi oturumlar sadəcə oturmaq üçün deyil, rahat oturmaq üçündür. Həyat belədir. 1-2 illik oturum almaq üçün növbəyə dayanır, bəziləri, digəri isə növbənin özünü alır. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə olunsa da iddianı təsdiqləyən rəsmi sənəd və ya açıqlama yoxdur. Qeyd edilib. Dostlar, diqqətlə fikir verdinizsə, deməli, bu bizim bu şərəfsiz hakimiyyət, baxın, deyək ki, Gültəkin Hacıbəylinin Türkiyədən gəlməsi ilə bağlı məsələ qaldırdı, nəysə müraciət edib Türkiyə hökumətinə, onlar da tutublar, indi gətirib oradan, yəni bunun ekstradisiya olunması üçün yoxlayıblar, bu etirazını bildirib, nəysə uzun söhbətdən sonra Avropa məhkəməsi, indi məlum olur ki, məhz Gültəkin Hacıbəyli yəqin ki, Azərbaycana deyək ki, göndərilməyəcək. Yəni, ona görə ki, qanunlar, indi nə qədər Erdoğan İlham Əliyevdən dost olsa da yenə bu mümkün deyil. Məsələ nədir? Mən İlham Əliyev hakimiyyətinin, yəni orada oturan adamların nə qədər çirkli, nə qədər çirkəyə batdığı olduqlarını bilirəm, xəbərim var. Söz bıraxdıq ki, 310 minə güya Gültəkin Hacıbəyli Türkiyədə ev alıb, oranın vətəndaşlığını qazanmaq üçün. Və söhbət də burada gedir ki, Gültəkin Hacıbəyli kiraya qaldığı, oğlu ilə kiraya qaldığı bir yerdə. Yəni, görün, bunlar bizi, dostlar, mən bunu niyə göstərirəm? Mən ona görə göstərirəm ki, görün, bu şərəfsiz hakimiyyət elə bilir ki, biz də sizinlə bir yerdə, biz də onlar kimi şərəfsizik. Bizə günün gün orta çağı, bizi qoyun yerinə qoyub, gör bizə nəyi sırayırlar. Birincisi. İkincisi də gəlin belə götürək. Eləyib, lap əcəb eləyib, 500, 310 minlik yox, ya 50 milyonluq alır. Ha, nə olsun? Səni kimi xalqın malını talayıb almayıb ki. Yəni, Gültəkin Hacıbəyli nə eləyibsə, yəni ona da kimsə eləyibsə, onun zəhmətinin müqabilində eləyib. Yəni, mən dostlar, mən sadəcə olaraq onu istəyirəm ki, biz bilək ki, baxın, bunu bütün sosial şəbəkələrdə falanda müzakirə edirlər, ay kişi. Baxın, günün gün orta çağı Azərbaycanda İlham Əliyev Azərbaycanın bütün sərvətini bir qrup quldurlarla talan eləyir. Deyək ki, dəfələrlə indi burada Bodrumdakı o evlə bağlı, otellə bağlı falan apelsin oteldir, nə oteldir, nə zibildir, yəni bunların uşaq. Təkcə budur mu? Kişilər Azərbaycanın sərvətinin yəni onda biri bu gün qeydiyyatdan keçir və ondan gələn gəlir hesablanır. Qalanın hamısı qara yollarla gedir, satılır, paypuş edilir o bu ölkələrə ki, İlham Əliyev hakimiyyətdə qalsın və özləri öz aralarında bölürlər. Və görün bizə, günün gün olacaq bizə fırıldaq gəlirlər. Güya ki, Gültəkin Hacıbəyli və yaxud da deyək ki, Tofiq Yaqublu'nun evindən 20 min pul çıxır. Baxın, adamın evindən 5 milyard, 10 milyard Vasif Talıbovun və yaxud da o birisinin evindən heç bundan danışın söz salan yoxdur. O deyir, yetimin əlində qoğal əcaib. İlham Əliyev, bax, sana göstərirəm, ay kişi, get bax. Sadəcə olaraq xahiş edirəm bir şəhid anası olaraq. Evimi tikmək üçün yox, gəlsinlər bu evdə məni ziyarət eləsinlər. Şəhid Mühlətin adından da bir stəkan bu evimin içində çay içib, əllərini vicdanlarına qoyub getsinlər. Bu şəhidin anasının evi, İlham Əliyev. Bəlkə Gültəkin Hacıbəyli bunun haqqını yiyib o şəhidin. Onun pulunla alıb Türkiyədə evi. Yəni, əziz dostlar, baxın. Görün bizi gözümüz baxa-baxa və yaxud da deyək ki, başqa birinin, əlinin və əlinin, kiminsə və yaxud da Əli Kərim filan yerdə, əcəb eləyib alıb. Əli Kərimin deyək ki, lap villaları var, lap varı, sərvəti filanı. Əli Kərim onu, Əli Kərimli, onu Azərbaycan xalqının sərvətindən oğurlayıb almayıb ki, İlham Əliyev səni kimi.